Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Oxu 24 Comul xəbərinə görə məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirə salınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2000 metr kvadrat olan bir dam altında tikilən bir mərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 olan avtomobil təmiri sifinin yanar konstruksiyaları və içərisində təmirə dayanan Mercedes markalı minik avtomobili ümumi sahəsi 100 metr kvadrat olan kafenin və hər birinin sahəsi 10 metr kvadrat olan kişi bərbərxanasının avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 2 metr kvadrat sahədə yanıb.